Hansı şeir xoşlayırsınız? Vaqif Səmədoğlu'nun şeirlərin xoşuma gəlir. Çox belə müasir və mürəkkəb düşünməyi tələb edən şeirlərdir. Ramiz Rövşənin şeirləri, Vaqif Bayatlı Önərin şeirləri, bu şeirlər mənə çox deyək, xoşuma gəlir. Və yaxud deyək ki, Məhəmməd Hadinin ən böyük günəşəm, yerdə əyandır ləmə atım, şeirimdə parıllar duyur kömürey zatım. Ey bitməz əgər fəqirlə keçsə bu həyatım, kim olduğuma bildirəcək bil ki məmatım, fərdi-i üfurumda bugün bağlayacaqdır, lakin gözümü dəstəcəl bağlayacaqdır. Çox romantik, çox səslənən gözəl. Bir Sakarya türküsü var. Mesela ben onu çok seviyorum. Fazıl Qısa Kürək Türkiye şairi. Sakarya türküsü. Sen çətin vaxtlarda oxusan kətdə çox ağır vaxtlarım olanda. O zaman ki artıq nə bilim tank da gəlir, top da gəlir, ay nə bilim nələr də ola bilər. Ben oturup ya Sakarya'nı özüm oxuyurdum ya da Fazıl Qısa Kürəyin özünün o səsində lentdə var məndə. Onu koydum kulağına. Ben ona mesela o Sakarya'nın bilirsiniz çok güzeldi. Biz doğrudan poetik bir meseledir. Güzel bir, hem de orada bir ruhu, bir dinçliği var. Sakarya çayına müracaatı. İnsan bu, insan bu su misalı. Kıvrım akar ya. Bunun özü əslində, yəni çay özü bir insandır. Ancaq su formasında axır. Bir yanda akan benim, o bir yanda Sakarya. Su axar yokuşlardan, hər basamak, pillə. Benimsə alın yazım yokuşlarda susamak.